Yaya bağlanmış cismin tarazlıq vəziyyətindən keçən anda kinetik enerjisi 80 Joldur. Rəqsin yer dəyişməsinin 2 sm olduğu anda yayın potensial enerjisi 20 Joldur. Rəqsin amplitudunu məndən soruşur. Baxın, tarazlıq vəziyyətindən keçən anda deməli biz bilirik ki, cisim maksimal sürətə malik olur və tarazlıq vəziyyətindən keçən anda ki, onun kinetik enerjisi eyni zamanda onun tam enerjisi olur. Deməli, bizə verib nə? Tam enerji nəyə bərabərdir? 80 Joula bərabərdir. Yenə deyirəm, tarazlıq vəziyyətindən keçən anda deməli, sürət maksimal olur və kinetik enerji 80 Joulsa bu eyni zamanda bizim tam enerjimizdir. Bundan başqa potensial enerjimiz də verib nə qədərdir? 20 Jouldur. Gəl yazaq. Deməli, potensial enerji nəyə bərabər idi? Kx kvadrat bölünsün 2-yə. Tam enerji nəyə bərabər idi? Kx maksimal kvadratı bölünsün 2-yə. Tərəf-tərəfə bölsək, deməli, potensial bölünsün y tam bərabər olur nəyə? X kvadratı bölünsün x'in kvadratına. Baxaq, potensial enerjimiz 20, tam enerjimiz 80 bərabərdir. X nə qədər verib? 2 cm verib, kvadratı olacaq 4. Burada da x'in kvadratı. Sıfırlar ixtisar getdi. 2 ilə 8 ixtisar getdi. Burada qaldı 4. Deməli, onda x'in kvadratı nəyə bərabər olur? 4 vur 4-dən 16. Onda bizim x'imiz nəyə bərabər olacaq? Kvadratdan azad eləsək olacaq 4 cm. Cavab olacaq B variantı.